hər bir izləyənə salamlayıram. Mən Əziz və siz Avtop kanalına girmişsiniz. Maşınlarımızı keçməmişdən öncə sizi bayramınızı təbrik edirəm. Kim ki oruç tutur, Allah sizin orucunuzu qəbul eləsin. Və kanala abunə olmaq, bizə dəstək olmaq yaddan çıxmasın. Biz isə keçirik avtomobilimizə. Növbəti təqdim etmək istədiyim avtomobil Chevrolet Malibu. Qardaş, məlumat verir maşın haqqında. 16'ın fulludur. 2016-cı ildir, tam full komplektasiyadır. Lukla gəldi, bir də orijinal salondan. Fullda yəni bütün funksiyalar olur, yəni üstündə əksi olan funksiya yoxdur. Radarı, yol işarəsi, uzaqdan podlanması. Tam dolu da. Asası yəni. Daxil olunmaz. 4 qapının 4-ündə də katalizatorunun yerində. Motor neçədir? 1.5 turbo. 1.5 turbo. Bəli. Korobkasının motorunda problem var? Heç bir qəti problem yox. Tam ideal, təkərlərəcən yaxşıdır yəni. Öz adızadı maşın? Bəli. Neçə il sizdədir? Az 1 ildir özümdə. 1 il sizdədir, hə. Maşının qiyməti neçədir? 23 minə. 23 min. Razılaşma var? Olar inşallah ki, yəni yazsalar, razı olsa inşallah. İnşallah. Maşında yəni qüsur tipə yoxdur da, maşın özüm gətirmişəm Amerikadan. 1 ildir sürürəm. İndi satmaq fikrini yapmışam, satıram. Maşın dərdi olsun, satım yox, elə bir söhbət yoxdur. Hə. Bir də əlaqə nömrəsini deyərsiniz? 77 ilə 581 95 00. 95 00. Çıx maşını çözləsin. Hara baxa bilərəm maşına? Hər yerinə, bağajına. Yox, harda baxa bilərəm? Sumqayıtda. Dostlar, bir alıcısı gəlib Sumqayıta baxa bilərsiniz maşına. Kojin salon. Start-stop hər 4 qapıda. Bu da maşın arxa hissəsi. Bir Opel Astra. Məlumat verir maşın haqqında. 2006, 246 min yürüyüş, S güzgü, lider distekar, arxa stop yığılıb. Maşında heç bir problem yoxdur. Heç bir. Motorun korobkasında. Heç bir. Dəyişən yoxdur ki? Yox, dəyişən detal yoxdur. Zavoddan. Neçədə qiymət? 11.8-ə. 11.800 razılaşmalar. Razılaşma. Hani olmur abi. Əlaqə nömrəsini deyərsiniz? 051 722 53 82. 53 82. Probek neçə idi? 246 min probek. Bu da var. Sürətlə qutusu, mexanika. Bu da Mercedes CLS-dəki olan farla yığılır. Maşına baxa bilərlər. Siyazanda. Siyazanda baxa bilərsiniz maşına. Növbəti bir avtomobil Chevrolet Cruze. Salonu vəziyyəti belədir. Dəri salondur. Maşın çöl səsini göstərək. Belə bir yaşlı rəngdədir. Qabaq səsi. Maşın motoru neçədir? O 1.4. 1.4 motordur. İl neçədir? 2013'lü RS'dir. Aha. Yəni bir dənə lüku yoxdur. Kojadır, qızdırıcıdır, böyük monitordur. 13 yarıma qiyməti. Qiyməti 13 min yarım. Hə. Razılaşma Hə, qiymətlər. real müştəri olsa razılaşmaq olur. Heç bir problem də yoxdur. Probek neçə idi? 198 min kilometrdir. 198 kilometr. Dəyişən var maşının. Yox. Əlaqə nömrəsini deyərsiniz? 055 250 50 53. 50-53. Harada baxa bilərlər maşına? Sumqayıtda. Sumqayıtda baxa bilərsiniz. Bir avtomobil Kia. Kia nədir? Optima. Kia Optima. Kojin salonlandır. Neçə probekdir? 150 min probek. 150 min probeklədir. Maşın haqqında məlumat verdik. 2015, 2 sadə motor, sadə korobka. S-kraskadır. Bez kraskadır. Dəyişən yoxdur, kraskadır.
Arxa qızdırıcı da var. Rol qızdıran, güzgü qızdıran, güzgü qatlanan. Koyası olur. Full da amma luku Bir dənə yoxdur. lüku yox, Ha. şuludur. Bu da maşının arxa hissəsi. Nömrə üstündə gəlir. Hə, nömrə Zerkalli. Hə. Neçə motor idi? 2 sadə motor, sadə korobka. Sadə motor, sadə korobka. İldə 2015. 2015. Qiymət Koreya Amerikanka deyil. Qiymət neçədir siz? 24 min. 24 min. Razılaşma var. Əlaqə nömrəsini deyəsiniz. 070 671 0041. 0041. Maşının qabaq hissəsini göstərək. $362.000 olan probeglə bir növbəti Opel Astra, belə bir monitor, Android monitor quraşdırılıb. Daim oğlumda qalmış ya bundan. Sonra dostuma da. Bu motoru açmışdır. Üzr istəyirəm, məlumat verəcəksiniz. Bəli, bəli. 1.4 benzindir, 2005-ci ildir, sadə motordur. Kondisioneri var, multirolu var, avtopilotu var, monitoru var, arxa qabaq kamerası var. Motor korobkası ideal vəziyyətdədir. Dəyişən var. Kraska kısok kraskası var, des kraskadır maşının. Bir də turbosunda kısok kraskası var. Çox kraska vurulur. Bəli, bəli. Qalan hamısı qaydasındadır hər bir şey. Maşın qiyməti neçədir? 11.600'də deyirik. 11.600 deyir. Alıcı olsa razılaşarız inşallah. Hə. Bir də əlaqə nömrəsini deyəsiniz. 055 717 52 92. 5292. Təkərlər kapak qoyulur. Hə. Bəli, bəli. Özünün qarşısına qalxaqlanır. Bu da maşın arxa hissəsi. Bax radar da var. Növbəti bir Opel Astra H. Bunda da monitor qoyulub. Belə bir salafan salonlandır. Belə bir diz təkərləndir. Bəli, bəli. Neçə motordur? 1.4 sadə motordur. 1.4 sadə Bəli, motor. benzin. Məlumat verdik. 2004-cü ildir. 2005-də vinidir. 1.4 sadə motordur, setlə. Heç bir problemi də yoxdur. 10.800'ə deyil qiyməti. Real alıcı olsa razılaşarıq. 10.800-ə real alıcı olsa razılaşa bilərsiniz. Əlaqə nömrəsini deyəsiniz. 055 717 52 92. 5292. Bəli. Maşına da baxa bilərlər. Sumqayıtda. Sumqayıtda baxa bilərsiniz. Bəli, bəli. Real alıcısı. Bir də dəyişən olub bunda. Yox, bunda da dəyişən kısok bir kişi detamda kraska var. Bunda da kraska vurulub. Bunda arxa hissəsini göstərək. Bir Prius. Salon hissəsi belədir. Maşın qabaq hissəsi. Sana maşın qoyub orada gəlmiş. Deydim deyəm qurban. Oturan deyim. Bax bayaqdan baterkada işləyir. Bax qardaş, motora keçmir. Üstədə göstərəcək ha. Hə. Məlumat verə bilərik. 2007-dir, 7 düymədir, Evropekadır. Europek. Hə. Qiymət neçədir? 12 milyon 12 min lira. Razılaşma var. inşallah. Dəyişən var. Nəyi? Onu. 2007-dir Amerikankadır. Ben 11.800'ə deyir. Hə, onlar qardaşım olar. Real kentosu olar. Əlaqə nömrəsini deyəsiniz. 055 267 47 38. 47 38. Bəli, bəli. Dəyişən var maşının. Dəyişən bir dənə kapotdur. Kapot. Bu neçə verərsən? Başımı xarab edirsən, tanrısı. Hə, bu niyə Al, ver, gətirir? ver. Əsəb uşaqdır. Növbəti bir Prius. Məlumat verə bilərik maşın haqqında. 2005'dir, 10200 Evropekadır. 2005-dir. 10.200-ə. Əlaqə nömrəsini deyəsiniz. 055 510 1758. 1758. GBR kolonkalar var. Motorunda korobkasında problem var. Bateryalar yaxşı işləyir. Hamısı qaydasındadır. Maşın
Şöyle göstereyim. Ali. Salam. Əlaqə nömrəsini deyərsiniz? 051 510 1758. 1758. Harda baxa bilərəm maşına? Masajda yeni makine. Masajda baxa bilərsiniz. Avtomobil Hyundai Tucson 254 min olan probeglə sərgə salonla gəlib. Maşının diski. Motor neçədir? 2 motor. Məlumat verə bilərik. 2 motor dizel 4 çəkəndir 2005-ci ildir udarı falan yoxdur Dəyişənli yoxdur, udardı yox. Qiymət neçədir? 14 minə razılaşma olar. Bir də əlaqə nömrəsini deyərsiniz? Müğalli 854 45 94 45 94. Növbəti bir avtomobil Lada Priora. Bütün maşının salonuna. Maşın haqqında məlumat verərdik. Eski güzgülər qoyulub, bu görünür. Eskiyə şeylər qoyulub. Qalanı sizdir. Neçənci ildir? 2010, 9000 qiyməti var. Dəyişəni var maşının? Dəyişəni yox. Dəyişəni yoxdur. Əlaqə nömrəsini deyərsiniz? 070 226 26 38. 26 38. Qanatları necədir? Yaxşı. Zavod. Zavoddur. Harada baxa bilərlər? Bazarda da gəlib baxa bilərlər. İstəsə Lökbatanda olur maşın. Lökbatanda da baxa bilərlər. Maşın xoşunuza gəlsə, Lökbatanda gəlib baxa bilərsiniz maşına. 20 min olan probeglə Toyota Camry təqdim edirəm sizlərə. Salonun vəziyyəti belədir. Kojin salonlandır, bir də lüklandır. Polnu fulldur. Sağ sahibindən də məlumat alaq. Diskidir bu maşının. Bu da maşının qabaqsız. Maşın haqqında məlumat verərdik bir dənə. 2.5 Amerikan kadro. 2010 Polnu full. Lüku da var. Lüku da var, koca salon. Fulldur. Ha, Polnu. Təzə təkər, tek bas. Tek asfaltdan təzə keçib, sığortadan təzə keçib. Təkər təzə. Dəyişən var. Yox, yoxdur. Görsəm dəyişən. Bu da maşın arxası. Qiymət neçədir? 16 deyirəm, real alıcıya indirim olacaq. 16 min deyirsiniz. var da, hə. Bir də əlaqə nömrəsini deyərsiniz? 050 228 59 84. 59 84. Maşınla da baxa bilərlər. Şəhərdən də başlayır. Gənclik Nərimanov 28 nəfər. Növbəti bir avtomobil Opel Vectra B. Salon səsi çox gözəl yığılıb. Ambiyans işıqlar, deflektor, AMG deflektorlar. Belə bir monitor quraşdırılıb. Hamla kimi qara yığılıb, patoroka kimi qara yığılıb. Axırda da burada da işıqlar var. Burada da var, burada da var. Hamısı işləyir. Maşın çox gözəl yığılıb. Səviyyə ilə. Maşın koddadır, səs gəlir. Koddadır? Ha, səs gəlir. Yox. İbritdir, acan. Ha, qurbansa, aşım iftara yarasın. Ya monitor, Monitor yox. Mən çəkin. üst təkər yoxdur, kumla. Kum hol, üst təkərdir.
Yandadır bir şeyler. Kanka sağa dik de çık sen. Sen Allah git oğlum baba. Kabaktan çık nereye çıkar? Bu da maşının arka hissəsi. Git yanına dönüyorsun. Seçildi de kıymetli. Belə bir spoiler quraşdırılır. Bir də belə bir qazan. Bunu da çek de kalan. Yaxşı. Əlaqə nömrəsi 55 241 0015 0015. Bir də qiyməti 7000 manata. 7000 manat. Razılaşmalar. Bəli, bəli. 55 241 0015. Növbəti bir Opel Vectra. Belə bir far var. Zavod disk təkərləndir. Probek neçədir? $187.000 probekləndir. Maşının arxa hissəsi, bir də lük var. Lük işləvəzlərdə yəqin. Hamısı işte. Sürətlər qutusu avtomat. Maşının arxa hissəsi. Belə bir də spoiler qoyulur. Məlumat verə digər tərəfi maşın haqqında. Motor neçədir? 1899'du Z motordu. 1899 Z motor. Ha. Qiyməti də 7500. 7500. Buralaşmalar. Vuru darılıb, dəyişən olub. Heç bir şey yox. Hardasısı yox. İcra vəsilədir. Hardasısı yox. Qiymət neçədir? 7500. 7500. Buralaşmalar. Bir də əlaqə nömrəsi 050 333 9150. 9150. İcra vəsilə bir Prius axtarmaq istəyirsə, elə bu Priusu məsləhət görürəm ki, baxasınız. Bu təkəri, bu da maşının qabaq hissəsi. Kosmetikası idealdır. Buna bakalım ne olur. Gəlin indi qoy sahibin olsun. Yoxlamırım. Süt alırız. Məlumat verərdik maşın haqqında. Ha? Məlumat. Ben sevmirsən ki? Yox. 2006'dır. Tek pasport. Vinkod 7. Super vəziyyətdə. Motordur, korobkadır, ABS-dir, baterekadır, hamısı ideal. Vinkodları bütün detalların üstündə. Altı çürüyü yox, pası yox. 4 təzə təkəri, motor nömrəsi düz. Texniki baxış sığorta var. Hamısı ideal vəziyyətdə. Otur sür, özünə yaxşı Prius istəyən müraciət edə bilər sənə qardaşım. Qiymət neçədir? Qiymət 12,5. 12,5. Dəyişən yoxdur ki? Yox. Öz detalları. Bir də əlaqə nömrəsi deyərsiniz. 055 308 29 29. 29. Harda baxa bilərlər? Razında. Razında. Maşın Razında yerləşir. Real alıcı olsa gəlib Razında baxa bilər. Növbəti bir avtomobil Chevrolet Cruze. Salonu 240.000 probekləndir. Çıxaq maşın sürəsini göstərək. 2 ayda almışdı təkəri, 18'li idi. Bu da maşın açısı. Aha, 2015'dir, 1.4 turbodur. Lükdən başqa hər şey var. Pultla xoddan var, qızdırıcı, koja salon. Maşında da heç bir aşıqqa, heç bir problem xərci yoxdur. Qiymət 13.700, barter mümkündür, kredit mümkündür. Əlaqə nömrəsi 055 715 15 20. Radnoy maşında heç bir problemi xərci yoxdur. 15-20 dəyişən yoxdur ki. Maşın vuruqsuz. Vuruqsuz, sudarsız maşındır. Diskləri də gözəl bir vid verir maşına. Bu da maşın qabaq hissəsi. Bir Opel Vectra B.
Salon vəziyyəti belədir. M-Roll qoyulub. Sürətlər qutusu mexanika. Maşının arxa hissəsi. Arada bizi də çək. Bu da maşının qabaq hissəsi. Maşın haqqında məlumat deyə bilərik. 1.8 mexanika. 99-cu ilin. Aha. Hər şey sıfırdan yığılıb. Yəni kosmetika ehtiyacı var. Vəssalam. Kosmetika ehtiyacı o da qiymətdən çıxacaq. Dəyişən var maşının. Yox, zavodskoy maşın. Udarsız maşın. 1.8-ci kondisionerinə kimi işləyir. Qiymət necə deyirsiniz? 6200-ə deyirəm. 6200-ə deyirsiniz. Nömrəni də deyim istəyirsiniz. Deyin. 55 593 12 20. 12 20. WhatsApp-da aktivdir. WhatsApp da aktivdir. Zəng yeyib əlaqə saxlaya bilərsiniz. Bir Hyundai Elantra. Məlumat verə bilərəm birinci maşına. 2014'te 1.8 motor. Aha. Avtomat kondisioner sedan qızdırıcı. Avtomat kondisioner sizin qızdırıcı var. Dəyişən olub? Yox, dəyişən. Dəyişən yoxdur. Maşının diskləri. Bu da maşın arxası. Salonu aç biləsiniz, sən bu. Bu maşının salonu. Probek neçədir? 130 min probekdir. Maşın göz qabağında. Əlaqə nömrəsini deyəsiniz? 077 541 41 50. 41.50 və maşın qiyməti 19800. 19800. Razılaşmalar. Bəli, bəli. Növbəti bir avtomobil tapdım burada. Ümid edirəm sizə maraqlı olacaq. Bunu da dedim çəkim, göstərir sizə. Bu maşının salonu 132 min probekdir. Belə də sizin ilə var. Bu da maşın arxa hissəsi. Maşın haqqında danışaq. Maşın haqqında danışaq. Hə? Elə maşın haqqında iyi adı. 2004-cü ilindir. Aha. 08 motordur, benzin motordur. Yanacaq sərfiyyatı 3 litr. Belə də normal pol avtomat karovkadır. Belə 2004-cü ildir. Beləsindən maşın bazarında yoxdur. Yox, belə yoxdur, yox. Amma gəlir maraqlanır. Ancaq hələ bir real bir pul təklif edən yoxdur. Qiymət neçə deyirsiniz? 5500. 5500. Razılaşma olar? Yox, Bəli. sondur. Razılaşma olar. Bir də əlaqə nömrəsini deyərsiniz. YouTube'dan gələnlər. 055 990 5004. 5004. Ekskluziv bir maşın çəkdim sizlər üçün burada. Maraqlı bir avtomobil. Sizcə dəyərmi 5500 yoxsa yox? Kommentdə yazın, fikrinizi bildirin.